Gecikmiş, lakin möhtəşəm paxlava videomla qarşınızdayım. Mütləq yaddaşa atın ki, itirməyəsiniz. 3 stəkan un istifadə edirəm, əliyirəm. Ortasında yuva açıram. Yarım stəkan südün yarısını əlavə edirəm. Maya, şəkər tozu əlavə edirəm, bir qədər gözləyirəm. Ardınca 2 xörək qaşığı xama, 1 ədəd yumurta, 60 qram tereyağını əlavə edirəm. 1 çimdik duz və südün geri qalanını da əlavə edib yumşaq xəmir yoğururam, qoyuram dincəlməyə. Şərbət üçün zəfəran dəmləyirəm. 1-2 tel zəfəran, üstünə qaynar su əlavə edirəm. Ağzını örtürəm, qoyuram dəmləməyə. Şərbətdə də gördüyünüz kimi miqdarlar videonun altında da oradan dəqiq baxa bilərsiniz. Hazırlayıram və qoyuram soymağa. Xəmirim 2 gün soyuducuda qaldı, işlərim çıxdı, heç hazırlaya bilmədim. 12 ədəd gündə hazırladım və qramlarını videonun altında baxa bilərsiniz. İçliyi hazırlayıram, blenderdan keçirirəm qoz fındığı, şəkər tozunu üzərinə əlavə edirəm və qarışdırıram. İçliyimiz də hazırdır və soyumuş şərbətin üzərinə dəmlənmə zəfəranını da əlavə edirik. Bəli, şərbətimiz də hazırdır. Qabımızı kərəyağlı yağlayırıq və başlayırıq paxlava xəmirlərini açmağa. Paxlavanı ilk birinci qatına içlik əlavə etmirəm. Onun əvəzinə deməli kərəyağını yağlayıram. İkinci qatına üzərinə sərəndən sonra artıq içliyi əlavə edirəm. Deməli burada mənim videom qısadır. Geniş formada YouTube kanalımda var. Orada daha geniş və detallı izləyə bilərsiniz. 12 lay olmağına baxmayaraq cəmi 9 layına içlik səpirik. Birinci qata, axırıncı 2 qata içlik səpilmir və gördüyünüz kimi mən içliyi də ümumi miqdarını 9-a böldüm və hər qatda eyni bərabər olsun deyə miqdarlar eyni götürdüm. Bəli, 2 gün soyuducuda qalan xəmirimdir. İnanın ki, çox gözəl alındı. Yanlışdır, bir naxışdır deyirəm və hətta bundan sonra axşamdan xəmiri yoğurub məhz soyuducuda mayalandırmağa düşünürəm paxlava xəmirini. Belə, gördüyünüz qaydada deməli mənim bu mətbəx xəttkeşimdir. İstifadə edirəm, hissləri bölürəm. Amma deməli bölməmişdən öncə 15 dəqiqə dincəltmək lazımdır ki, sonra kəsən zaman qapağı üzəri qopmasın. Və yumurta sarısı ilə boyayıram üzərini. Öncədən isitdiyim, 150 dərəcədə isitdiyim sobamın alt-üst rejimində qoyuram bişməyə. Paxlavanı nəzarətlə bişirmək lazımdır. Gördüyünüz kimi 15-20 dəqiqə sonra sobaya qoyandan sonra çıxartdım. Yenidən kəsdim, aralarını açdım və stəkanın başına 2 barmaq əskik yağımızı əlavə etdim. Onu da qeyd etmək istəyirəm ki, mənim sinimin ölçüsü 25-in 25-ədir. Ona görə də stəkanın başından 2 barmaq əskik yağ istifadə edirəm, çoxu daşır. Şərbətimiz də gördüyünüz kimi 250 ml ölçü qabından bir oldu. Əlavə edirəm şərbətimi, şərbət soyuq olmalıdır. Və bu da mənim imzam. Deməli, sininin içinə nəmləyirəm, sonra tərs çevirirəm paxlavanı və altını gördüyünüz kimi yapışmayıb, gözəl bir şəkildə bişib. Paxlavanı niyə tərs çevirdim? Bütün incəliklər, nüanslar YouTube kanalımda geniş izahı ilə var. Videonu mütləq yaddaşa atın, like edin, rəylərinizi yazın, siz necə bişirirsiniz. Bu da mənim bol şərbətli, bu dəfə şərbətini bol etdim, çox da gözəl alındı.